Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız, sağlamsınız. Yenə sizinlə birlikdə çox gözəl, enerjili və ailəvi bir gün keçirəcəyik. Bugünkü videomuz tam səmimi, plansız, amma çox dolu bir gün olacaq. Kanalıma yeni gələnlər varsa, xoş gördüm sizləri. Bu kanalda real həyatımı, ana-qız günlərimizi, ailəvi gəzintilərimizi, bəzən alış-veriş, bəzən də sadəcə həyatın içində olan anları paylaşıram. Hər şey olduğu kimidir, filtrsız, şişirtməsiz, necə var elə. Əgər siz də belə təbii, real, bəzən gülməli, bəzən yorucu, amma həmişə səmimi vloqları sevirsinizsə, mütləq kanalıma abunə olun. İnanın ki, bir abunə, bir bəyənmə mənim üçün çox böyük bir motivasiyadır. Çünki mən bu videoları sadəcə çəkmirəm, montaj eləyirəm, planlayıram, sizin üçün daha maraqlı olsun deyə çalışıram. Şərhlərdə də aktiv olun, həmişə oxuyuram, cavab yazıram, sizin fikirlərinizə görə kontent formalaşdırıram. Bugünkü videomuzda isə həm gəzinti olacaq, həm əyləncə mərkəzi, həm uşaqlarla vaxt, həm də sonda balaca bir alış-veriş. Yəni axıra qədər izləməyə dəyər. İndi isə çox uzatmadan keçək günümüzə. Səhər tezdən evdən çıxdıq, bacım və bacım oğlu Cihanla görüşdük. Uşaqlar bir-birini görəndə o qədər sevinirlər ki. Instagramda bir əyləncə mərkəzi görmüşdük, indi oranı axtarmağa gedirik. Axtardığımız yer Xalqlarda yerləşən akvarium əyləncə mərkəzidir. Açığı əvvəldən tam dəqiq yerini bilmirdik. Metrodan çıxdıq, Heydər Əliyev parkının sonuna tərəf getdik. Piyada getmək olur, amma ilk dəfə gələn üçün biraz qarışıq görünə bilər. Parkın içi ilə yeridiyimiz üçün uşaqlar parkda olan atraksiyonlara minmək istəyirdilər, amma hava dəhşətli dərəcədə küləkli idi. Amma uşaqlar üçün havanın fərqi yoxdur, hər yerdə, hər mühitdə əylənə bilirlər. Sonra parkda bir pişik də gördük, çantamda qalan sonuncu pişik yeməyini də Cihan pişiyə verdi. Yolda balaca pişiyi görəndə ağlıma bir hadisə gəldi, sizə də onu danışım. Bir neçə gün əvvəl marketə girmişdik, Nurla birlikdə pişiklər üçün yemək alırdıq. Kassada növbədə dayanmışıq, məndən də sonra orta yaşlı 2 qadın dayanıb. Onlardan biri aldıqlarıma baxıb dedi: "Ay Allah, pişiyə yemək alıblar." Amma bunu elə bir tonda dedi ki, sanki mən çox böyük, qəribə, hətta ayıb bir iş görmüşəm. Elə bir vahimə ilə dedi ki, bir anlıq özümü günahkar kimi hiss elədim. Düşündüm ki, maraqlıdır, bir canlıya yemək vermək nə vaxtdan qəribə oldu. Mənə görə heyvanları sevməyən insan heç kimi tam sevə bilməz. Bu mənim şəxsi fikrimdir. Çünki mərhəmət hissi bölünən bir şey deyil. Ya var, ya da yoxdur. Mən müşahidə eləmişəm, heyvanlara qarşı sərt, laqeyd olan bir çox insan münasibətlərdə də sərt olur. Çünki mərhəmət, qayğı, empatiya, bunlar hamısı bir-biri ilə bağlıdır. Uşağın yanında xüsusilə belə şeylərə diqqət eləyirəm, çünki Nur baxır, öyrənir. Əgər mən bir pişik görüb laqeyd getsəm, o da elə böyüyəcək. Amma mən dayanıb yemək verəndə o da anlayır ki, zəif olanı qorumaq lazımdır. O qadının dediyi söz məni biraz təəccübləndirdi, amma cavab vermədim, çünki hər kəsin dünya görüşü fərqlidir. Sadəcə içimdə düşündüm ki, yaxşı qızın belə bir düşüncə ilə böyümür. Nəysə, nəhayət gəldik akvarium əyləncə mərkəzinə. Qapıdan içəri girən kimi uşaqların gözləri parıldadı. Həmin o işıqlı, rəngli, səsli mühit vara, maşınların səsi, musiqi, uşaqların gülüşü. Artıq başa düşdük ki, buradan tez çıxma mümkün olmayacaq. Amma dedik ki, əvvəlcə yemək, çünki ac uşaq bərabərdir kaprizli uşağa. Ona görə də birinci mərhələ səhər yeməyi oldu. Səhər yeməyi seti sifariş verdi. 2 böyük, 2 uşaq 20 manat idi. Qiyməti çox yaxşı idi. Üstəlik 5 manatlıq oyun balansı da hədiyyə verirdilər. Yəni həm yemək yersən, həm oynayırsan. Ailə üçün münasib bir variantdır. Yeməklər gələnə qədər uşaqlar ətrafa maraqla baxırdılar. Sonra oyun oynayacağıq sualları ard-arda gəlirdi. Yemək gələndə biraz sakitləşdilər. Normal porsiyalar idi. Çox böyük gözlənti ilə getməmişdik, amma öz qiymətinə görə çox yaxşı idi. Əsas odur ki, uşaqlar doydular. Yeməkdən sonra isə əsas mərhələ başladı. Kart götürdük. Kartın özü 2 manat idi. İçinə də 20 manat balansı yüklədi. Öz-özümə fikirləşdim ki, görək bu 20 manat neçə dəqiqəyə bitəcək. Bu saqqız qutusundan da uşaqlar təbii ki, yan keçmədilər. Uşaqlar bir oyundan çıxıb digərinə qaçırdılar. Biz də əlimizdə kart onların arxasıca. Biz bu məkana ilk dəfə idi gedirdik, amma yaxınlarımızdan eşitdiyimizə görə bu məkan uzun illərdir fəaliyyət göstərir. Elə bu oyuncaqlardan da əslində bilmək olur ki, uzun illərdir bu məkan var. Çünki yeni tipli oyun mərkəzlərinə bənzəmirdi. İçəri çox genişdir. Uşaq ad günləri, belə kiçik banketləri eləmək üçün çox əlverişlidir.
etməsin. Yaxşı götürürəm. Qoyura kartə gəlirəm. Uşaqlara oyun oynamağa gətirmişəm. Burada mikrofon yatsın. Burada, gəlirlərdir. Hayda. Yo, təzədən başlayır. Bax, get oyna. Haycan. İşləmir, nə olur, ona görə. Bas. Tez bas. Tez. Bas. Tez bas onu. Bas düşsün. Tez elə. Daha sonra qum zonasına gəldik. Balaca uşaqlar üçün təhlükəsiz, yumşaq və rahat idi. Uşaqlar biraz da orada oynadılar. Əllərini quma salıb öz dünyalarını qurdular. Uşaqlar üçün belə sensor oyunlar çox faydalıdır. Ev düzəldirsən? Ev düzəldirsən? Çıx oradan yuxarı. Ona yox. Bax, Nur. Nərdivana bax orada. Qalx yuxarı. Yox, orada. Get. Get. Ne oldu? Aha. Pakakka tapdım. Yeni ildən qalıb. Bunu istiyorsan o ondan Cihan oynasın sonra. Orada dizci varmış. Gel. Bilyard var ya yukarıda. Hediye kazanmak istiyor. Gelsin sevgiye. Eşyalarını götürsünler. Kimlerin eşyası varsa masalar üstünde yaklaşıp masalar üstünde eşyalarını götürsünler. Hey, elimiz bir tıkırlandırır. Neyse iyi. Elleri görme. Beyler. Hiç ses fırlandır. Hiç ses. İndi isə bowling zamanıdır. Mən bowling oynamağım çox yaxşıdır axı. Gəlin. Sen de kaç. Sen de kaç. Yaşlayacağım fırlandır. Peki. Hiç ses fırlandır. Uçalar. Hiç ses. oldu. Yine sen atırsan.
Stop deme, çarpılama. İndi nur, indi nur. Gözden nur, nur. Dişsiz kullanıyor. Dişsiz. Yapma. Buraları kafaları da olmadı. Stop. Gel. Ödülün çift galip TRT Türkiye'nin sahibi, Türkiye'nin sahibi. Hazırsınız? Onu da sen atarsın. Rica. Cihan atın sormuş Oynayabildin. Hizmete bak. Bakın ne geçelirsiniz. Attın mı? Cihan'ın şotunu 50 olmuşsunuz Cihan'ın şotunu 50 olmuşsunuz. Və yenə də mənim məğlubiyyətimlə sona çatdı. İndi isə məkan haqqında ümumi fikirlərimi demək istəyirəm. Ümumilikdə qiymətlər münasibdir deyə bilərəm. Çox baha deyil, amma çox ucuz da deyil. Normal ailə büdcəsinə uyğun hesab eləyirəm. 20 manatlıq balans bizə müəyyən müddət yetdi, amma uşaqların enerjisi təbii ki, limitsizdir. İndi səmimi fikrimi deyim, məkan pis deyil, amma düşünürəm ki, biraz təmirə və yenilənməyə ehtiyac var. Bəzi aparatlarda köhnəlik hiss olunur. Eyni tipli oyunlar çoxdur. Yəni biraz fərqlilik əlavə olunsa, məsələn daha interaktiv zonalar, daha kreativ oyunlar olsa, daha maraqlı olar. Çünki sahə böyükdür və potensialı var. Biz orada olduğumuz müddətdə Panda Show başladı, birdən musiqi səsi artdı, aparıcı ortaya çıxdı və uşaqları əyləndirməyə başladı. Panda kostyumunda biri gəldi, uşaqların reaksiyası çox fərqli idi. Bəziləri qaçıb qucaqlayırdı, bəziləri uzaqdan baxırdı. Nur isə qorxdu, əlimdən möhkəm tutdu və ora getmək istəmədiyini dedi. Mən də dedim ki, problem deyil, uzaqdan baxaq. Uşağı heç vaxt məcbur eləməyi sevmirəm. Yenirsən, maşın sürürsən. Nur! Uşaqlar, neyinirsiniz? Yolda yiyib içməkdir. Cihan! Cihan, ayıldın, ay Cihan. Oradan çıxandan sonra Qarayevdə yerləşən Sevinç Mala getdi, Sinsay mağazasına girdik. Bacım sayəsində son zamanlar bütün Instagram kəşfetim bu mağazada çəkilən videolarla dolu idi.
Uşaqlara demişdik ki, sizə oyuncaq alacağıq. Təbii ki, söz verdiksə qaça bilmirik. Gedib hərəsi özünə oyuncaq seçdi. Seçim prosesdə ayrıca bir macəra idi. Biri onu istəyir, biri bunu istəyir. Axırda da məcbur qalıb aldıq. Cihan, nə aldın? Nur, sən nə aldın? Yaxşı uşaqlar, indi pulunuzu çıxardın. Pulun hanı Nur? Yoxdur. Pulun var, pulun. Hanı pulun? Mamam var, özü deyir. Dipçəkdə belə süni güllər var idi, çox qəşəngdir. Təbiidən qətiyyən seçilmirdi. Alıb iş masasının üstündə dəyərləndirmək olar. Günün sonunda özlərinə heç nə almayan, ona xərcə düşən miskin mamalar. Beləcə günümüzü yekunlaşdırdıq. Yorğun, amma xoşbəxt halda evlərə dağılışırıq. Evə gələndə aldıqlarımızı da sizə çəkmişəm. İndi onları da göstərəcəm. Əgər bu videonu sona qədər izlədinizsə, sizə ayrıca təşəkkür edirəm. Dəstəyiniz mənim üçün çox önəmlidir. Kanala abunə deyilsinizsə, indi abunə olun, videonu bəyənin və şərhlərdə yazın. Daha çox hansı tip videolar istəyirsiniz? Daha çox ailəvi vlog, alış-veriş, gəzinti, yoxsa sadəcə motivasiya? Fikirləriniz mənim üçün çox önəmlidir. Sizi çox sevirəm. Növbəti videolarda görüşərik. Sağ olun, salamat qalın. Kıymetini gösterdim. Şuradan su kapanmış. Hepsini. Spiderman.